Gününüz aydın olsun millət. Qarşına Ramazan bayramı gəlir və bu müqəddəs bayram münasibətinə də kimin fitrəsi var, kiminin kömək eləmək istədiyi bir insanlar axtarır. Hansı ki bu ayda insanlar var ki oruç tuta bilməyib, ya səhhətindən bağlı, ya işinlə bağlı, necəsə oruç tuta bilməyib. Allah olan borcunu, məsələn bu aya olan borcunu qaytara bilməyib və narahatdır. Həmin o şəxslərdən və yaxud da fərq eləmir, oruç tutan, fərq eləmir, bu ölkədə yaşayan, məni eşidən hər bir millətə aiddir. Yəni bu ölkədə yaşayırıqsa bu ölkənin xəstəsi də bizimdir, nə bilim qazisi də bizimdir, şəhid ailəsi də bizimdir, hamısı bizimdir. Ona görə də əziz cəmaət, sizdən çox xahiş edirəm. Bu videomdan siz bəlkə də yardım eləsəz, bəlkə də mən deyərdim ki, elə bu Ramazan ayında Allah məni sizin qarşınıza çıxardıb ki, hansı ki siz axtarırsınız ki, kimsə bir real bir insan olsun, mən ona köməklik edim. Və o köməklik eləyəcəyiniz insanlar bu 4 ailədir. 4 uşaq, 4 xəstə, ailədə 4 uşaq. Yəni bunlara yardım lazımdır. Demirəm 100 min, 200 min, yəni böyük bir summa lazımdır. İnandırım sizə ki, bu məbləğ sizin üçün heç nədir. Yəni bu 400, 500, 600 min manat civarında bir məsələdir ki, hansı ki bu hərəmiz 1 manat kartını açsaq, bu böyük bir, yəni ki, savab iş görmüş olaraq bu Ramazan ayında. Tam səmimiyyətimə and içirəm ki, bu Ramazan ayına and olsun deyirəm ki, mən bir şəxsin nömrəsini, kartını aşağıda yazacağım. O insan hansı ki təşkilatçı bir insandır, o öz balası qədər qayğı göstərir o balalara, öz bacısı, qardaşı qədər o ailələrə dəstək göstərir, Allah rızası üçün. O insanın nömrəsini və kartını hansı ki, o həmin ailələrlə əlaqəlidir və həmin ailələrdən əlaqəsini kəsmir, yardımlarını edir. Çox xahiş edirəm, hərəmiz 1 manat da olsa və bu videonu paylaşaq ki, yetərincə insanlar görsün, kiminsə ola bilsin arzu istəyi var ki, yəni bu ayda nəsə xeyirxah iş görə bilsin, yəni görmək üçün. Allah xalqımıza kömək olsun. Elə ilk yəni addımı da mən özüm atıb, imkanım çatan qədər mən o ailəyə köməklik edəcəm. Mən də inanıram ki, siz gözəl insanlar, takibindəkilər və Azərbaycan xalqı nə qədər mərhəmətli insanlarımız var. Onlar əsirgəməz bu köməklə. Allah sizdən razı olsun. Qarşıdan gələn Ramazan bayramınız mübarək olsun. Allah bütün fitrələrinizi, oruçlarınızı, dualarınızı, yardımlarınızı qəbul eləsin inşallah. Və o uşaqlarla bağlı qısa bir videomu da paylaşacağım. Baxarsınız, yəqin ki, ürəyinizdə mərhəmətiniz var. Yəni ki, o mərhəmətə uyğun da yardımlarınızı 1 manat. Yəni 1 manat belə o insanların xəstəliyinə yox, sadəcə o insanların yaşayış durumuna və müəyyən bir dərmanlar var ki, o uşaqların, yəni biri Down sindromludur, biri asmadır. Yəni hərəsin bir xəstəliyi var, birində ürək xəstəliyi var. Yəni körpə uşaqların bugünkü gün o xəstəliklərdən əziyyət çəkir. Yəni bunu eləyək ki, Allah da bizim qarşımıza gözəl şeylər çıxarsın. Allah sizi qorusun, Allah xalqımızı, dövlətimizi qorusun.